Salam, hər vaxtınız xeyir olsun şagirdlər. Bu gün biz sizlə 2019-cu ilin ikinci qruplar üçün olan 7 iyul blok imtahanı suallarını müzakirə edirik. Suallar ekranda görüldüyü ardıcıllıqla izah edəcəm. İlk sualda AC parçası hipotenuz 10-dur, BC 6, AM 4-dür. Arkat parçasını tapmamızı istəyir. Burada şagirdlər üçbucaq AMK üçbucaq ABC-yə oxşardır. Çünki A bucağı ortaqdır. 2 dənə də 90 dərəcələr var. O zaman biz burada baxın, bu bucağın qarşısında 4-ün x-ə nisbəti burada nə yazacağıq? Deməli, 6-nın 10-a nisbətinə bərabərdir. Burada mən deyəsən ədədlərin yerini səhv yazdım. BC 6, AM 4, arka parçasının uzunluğunu istəyirik. AC-ni 10, BC-ni 6 verir. Onda buranı 8 tapırıq. Bu bucağın qarşısında 8-in 10-a nisbəti. Bu nisbətin adına kosinus demişik biz şagirdlər. Buradan 8x 40 olduğu üçün x5 tapırıq. Paraqrafa əsasən kəsişmənin element sayını tapmamızı istəyir. Euler-Venn dairəsində verilmiş ədədləri yazaq. A çıx B-nin 3 elementi var. B çıx A-nın 8 elementi, cəmi 15 element var. Ortada 4 element olacaq. Kəsişmənin 4 elementi var deməli. İkinci sualda sinus mənfi 1-ə bərabərdirsə, deməli 9x üstəgəl 36 mənfi 90 üstəgəl 2 pi k-dır. Buradan 9x mənfi 126 üstəgəl 2 pi k alırıq. 9-a böləndə x-i mənfi 14 üstəgəl 9-da 2 pi k alırıq. K-ya biz buradan 1 yazsaq, x olacaq mənfi 14 üstəgəl 40 dərəcə. Cavab 26 dərəcə alınır. Üçüncü sualda təyin oblastını istəyir. Kökaltı ifadə mənfi olmamalıdır. Deməli, 3 çıx x-dən müsbətdir. Buradan x 0-dan böyük və ya bərabər, x 3-dən kiçik və ya bərabər. Cavab A variantı olacaq. 9-cu sualda çevrə daxilinə çəkilmiş dörd bucaqlının bucaqlarından biri 70 dərəcə verilibdir. Biz bilirik ki, daxili qarşı bucaqların cəmi 180 olduqda dörd bucaqlının xaricini çevrə çəkmək olur. Ona görə cavab 110 dərəcə olacaqdır. 10-cu sualda AB parçasının 9, AC-ni 18 verir. Şagirdlər, bu AB diametr BC toxunan olduğu üçün bura perpendikulyardır. Deməli, C bucağı 30 dərəcə, A bucağı 60 dərəcədir. Daxili bucaq 60 dərəcədirsə, gördüyü qövs 120 dərəcə olacaqdır. Dördüncü sualda burada 40 faizli 10 litrdirsə, deməli 10 litrin 40 faizi duzdur, 4 litr. İkinci qabda isə 40 litr 10 faizlidir, burada da 4 litr duz var. Deməli, qarışdırdıqda cəmi 8 litr duz var. 10 burada, 40 da burada, 50 litr məhlul var. 50-də 8-i 100-ə vururuq, 16 faiz olur cavab. 5-ci sualda tangens kvadratının dərəcə azaltma düsturunu yazmalıyıq biz. Tangens kvadratı x 1 çıx kosinus 2x 1 üstəgəl kosinus 2x-dir. Buradan alıram ki, mən tangens kvadrat 3pi böl 4 çıx alfa. Burada artıq x budur. Bərabərdir 1 çıx kosinus 2-yə vuranda 3pi böl 2 çıx 2 alfa. Burada isə 1 üstəgəl kosinus 3pi böl 2 çıx 2 alfa olacaq. Çevirmə düsturuna görə bu üçüncü rübdədir, mənfi olmalıdır. 3pi böl 2 olduğu üçün də adını dəyişir. Üstəgəl sinus alfa böl 1 çıx sinus alfa olur. Sinus alfanın qiyməti mənfi 5-də 1 verir. Burada olacaq 5-də 4, 5-də 6. Yəni 6-da 4 və ya 3-də 2. 3-ə də vuranda cavab 2 olacaq. 11-ci sualda i-nin qüvvətini 40 verib, şagirdlər biz bunu 4-ə bölsək qalıq i üstü 0, 1-dir. i kubu isə i kvadrat vur i-dir. Bu da mənfi 1 olduğu üçün cavab mənfi i-dir. 1 çıx i olacaq. 1 çıx i. Cavab Y variantı olur.
Altıncı sualda bərabərliyin 1-ə bərabər veribdir. Üslü tənlikdir. Burada cəbri tənlikdir. Biz burada ya qüvvəti 0 etməliyik. Buradan qüvvəti 0 edəndə kosinüs x 1/5 alınır. Bu olmur. Ya da 2x çıx 3-ün modulun 1 eləməliyik. Buradan 2x çıx 3 ya mənfi 1-dir, ya da müsbət 1. Buradan x1-i 1 tapırıq, x2-ni 2 tapırıq. Kublar cəmin istəyir deyə 1 üstəgəl 8, 9 eləyəcək. 12-ci sualda şagirdlər Evklit düsturudur. 6-nın kvadratı 4 vur x, 36/4 cavab 9 alınır. 7-ci sualda müstəvini kəsməyən parçanın A və B ucundan məsafələri veribdir ki, bu məsafə 9, bu məsafə 15-dir. AB parçasının M orta nöqtəsindən məsafəni istəyir. Burada x nəyə bərabər olacaq? 9 üstəgəl 15/2, 24/2, 12. 13-cü sualda x, y hasilini tapmamızı istəyir. Şagirdlər, biz tənliklər sistemini həll eləməliyik. Yuxarını mənfi 2-yə, aşağını müsbət 3-ə vururam ki, y-lər islah olunsun. 9x üstəgəl 6y 33-dür. 5x 15 elədiyi üçün x-i 3 tapırım. X-ə 3 yazanda y-i 1 tapacağıq. Hasili 3 olur. 14-cü sualda x çıx 16-nı biz kök x çıx 4, kök x üstəgəl 4 yazsaq, ixtisar olunsa əgər x-in yerinə 16 yazanda cavab 8-də 1 edəcək. 20-ci sualda AB-nin açılışı 10A üstəgəl B, BA-nın açılışı 10B üstəgəl A-dır. Qarşısında çıx olacaq, A üstəgəl B 6-dır. Buradan 9 dənə A çıx B, 6 dənə A üstəgəl B-dir. 3-ə bölsək əgər 3A çıx 3B, 2A üstəgəl 2B-dir. A-nı tapırıq ki 5B-dir. Deməli B1 A5 olmalıdır. Hasili 5 eləyəcək. 15-ci sualda şagirdlər biz fx funksiyasına çəkilmiş toxunanla bağlı iki qaydanı həmişə yadda saxlayaq. Birinci qayda odur ki, k törəmənin həmin nöqtədə qiymətidir. İkinci qayda odur ki, xətti funksiyanın toxunma nöqtəsində qiyməti funksiyanın x0-da qiymətinə bərabərdir. Çünki onlar kəsişirlər həmin nöqtədə. İndi burada biz kx üstəgəl b yazdıq. Koordinat başlanğıcından keçdiyi üçün y-ə 0 yazanda x-ə də 0 alınır. B-ni buradan 0 tapırıq. Y bərabər olur k vur x. İndi burada y-ə 4 yazanda, x-ə mənfi 3 yazmalıyıq. K-nı tapırıq ki, mənfi 4/3-dür. Biz həm də bilirik ki, törəmənin qiyməti k-ya bərabərdir. Ona görə mənfi 3/4 və ya D variantı olacaq. 21-ci sualda vektorların skalyar hasili onların uyğun komponentlərinin hasillər cəmidir. 32 çıx 28 cavab 4 alınır. 22-ci sualda y bərabər 3x kvadrat funksiyası bu paraboladır. Y bərabər 0 apsisi oxudur. X bərabər 1 xətti də y-ə paralel x-ə perpendikulyar olan xətt. Bax, hüdudlanmış sahə buradadır şagirdlər. Daha doğrusu mən səhv elədim. X bərabər 1 nə? X bərabər A xətti deyir. X bərabər 1 və x bərabər A. Bax, bu əyri xətli trapesiyanın sahəsi. İntegral 1-dən A-ya 3x kvadrat dx olacaq. Bu da x kubu deməkdir 1-dən A-ya. Yəni A kub çıx 1, 7-dir. Deməli A kub 8-dir, A-nı tapırıq 2. 23-cü sualda şagirdlər ədədi silsilənin ilk eni həddinin cəmini veribdir. A7-ni tap deyir. Biz A7 üçün S7-dən S6-nı çıxsaq, ilk 7 həddin cəmindən ilk 6 həddin cəmini çıxsaq, yalnız 7-ci hədd qalacaq. 2 vur 6, 6 çıx 3. Bu da bizə verir 14 vur 3, 12 vur 3. Yox, 14 vur 4. Nə alırıq? 56 çıx 36 cavab 20-dir. 24-cü sualda şagirdlər üstündə mənfi 1 olmağı
bu ifadəni tərsinə çevirir. Yəni 2 çıx 2x böl 2 çıx x. Ortaq məxrəcə gətirəndə 4 çıx 2x çıx 2x olur. Yəni 4 çıx 4x böl 2 çıx x. İndi surətdəki ifadə 2x böl 2 çıx x, aşağıdakı isə 4 çıx 4x böl 2 çıx x. Burada 2 çıx x-lər gedir, 2x böl 4 çıx 4x. O da x böl 2 çıx x deməkdir. X-in yerinə 7, 6 yazıb hesablamaq. 16-cı sualda şagirdlər, loqaritmanın xassəsinə əsasən 3-dən 54 vurulsun 3-dən 18 yazıram. Çıxılsın 3-dən 6 vurulsun 3-dən 162 yazıram. Bərabərdir. Burada 54'ü 3 vur 18, 6'ya dəyməyəcəm. Hə, burada 6 əsaslandı deyə uşaqlar, 3 əsasdan 6, ən kiçiyi 6 olduğu üçün mən hamısını 6'ya gətirməliyəm. 54'ü yazacağım 6 vur 9, 18'i 6 vur 3, 162'ni isə 6 vur 27. Bərabərdir. Buradan alıram loqaritma 3'dən 6 üstə gəl loqaritma 3'dən 9 2 deməkdir. İkinci ifadə 3'dən 6 üstə gəl 3'dən 3 1 deməkdir. Çıxılsın 3'dən 6 loqaritma vur 3'dən 6 loqaritma üstə gəl 3'dən 27 3 deməkdir. Burada hamısında bütün mötərizələrdə loqaritm 3 əsasdan 6 var. Biz ona x deyək, asan olsun işimiz. Çıxılsın x vur x üstə gəl 3. Nə alırıq? X kvadrat üstə gəl 3x üstə gəl 2 çıx x kvadrat çıx 3x. X kvadratlar və 3x'lər gedir, cavab 2 qalır. 17-ci sualda x kvadrat üstə gəl 4 şagirdlər həmişə müsbətdir. Ona görə surəti x çıx 2 x üstə gəl 2-ni kiçik və ya bərabər 0 yazırıq. Ədəd oxunda mənfi 2 2-ni qeyd elədik. Bura müsbət, mənfi, müsbət. Bizə mənfiləri lazım, cavab A variantı. 25-ci sualda MK 10'dur. AK 10'dur, KD 10'dur. BM və MC-ni bərabər verib, onda bura 2x yazacağım. Deməli, burada 2x olur. Mən burada sualın həlli üçün, baxın, buradan bura bir dənə perpendikulyar çəksəm, bura 10 düşəcək, bura x, bura 2x çıx 10. Pifagor teoremi ilə x kvadrat üstə gəl 2x çıx 10 kvadrat bərabərdir 100-ə. Uşaqlar, katetləri 6-8 olanda hipotenuz 10 olur. Mən indi vaxt getməsin deyə buradan birbaşa x-in 8 olduğunu görürəm. Birbaşa yazıram, tənliyi həll eləmirəm. X-ə 8 yazanda tərəf 16 olur, sahə olacaq 256. 18-ci sualda kök altı x çıx 3 üstəcə 2x çıx 6 veribdir. Burada fikir verin, bu kök 2 vur kök altı x çıx 3 deməkdir. Deməli, kök x çıx 3 0 etsə, x bərabər 3 olacaq. Yəni, buradan kök x çıx 3'ü ortaq çıxardanda 1 üstəcək kök 2 alınır. 26-cı sualda kürənin müstəvi ilə kəsiyinin sahəsi 36'dır. Şagirdlər, bu kəsik, kürənin kəsiyi bir dairədir. Dairənin sahə düsturu pi r kvadratdır. 36 pi isə deməli radius 6'dır. Kürənin mərkəzindən kürənin bu sferanı da birləşdirən nöqtəni birləşdirsək radius 10'dur. Onda mərkəzdən bura qədər məsafə 8 alarıq. 27-ci sualda bu da maraqlı sualdır. Şagirdlər çox vaxt burada səhv edir. A çıx 1 üstü 3'də 2 yazılıbsa A çıx 1 müsbət olmalıdır. Yəni 1'ə B variantı uyğundur mütləq. Üstündə mənfi yazılıbsa artıq 0 da ola bilməz. A çıx 1 böyükdür 0. Ona görə 2'yə C uyğundur. Amma tək dərəcədən kök 6 ifadədə A istənilən qiyməti ala bilər. Ona görə 3'ə A uyğundur. Deməli A, B, C getdi. A'nın mümkün ən kiçik qiyməti tam qiyməti 2'dir. Bu 2'yə aiddir. Ən kiçik mümkün tam qiyməti Y variantı da 1'ə aid olacaq. 19-cu sualda üçbucaqlı piramidanın oturacağının tərəfi ilə apofem eynidir. Biz bilməliyik ki, şagirdlər 200'lü bucaq istəyiriksə S oturacaq,
S yan vur kosinus betadır. Bu düsturu düzgün piramidaların hamısında bilək. İndi burada mən üçbucaqlı piramida çəkəndə, baxın şagirdlər, üçbucaqlı piramida çəkəndə. Bunun apofemi baxın buradan bura qədərdir f. Hündürlük yendirəndə bura h yazında. Buradan bura qədər kiçik yerdir. Bax ikiyüzlü bucaq burdadır. Biz bu düsturda istifadə edə bilərik. Oturacağın sahəsi a kvadrat kök 3 böl 4. Yan səthin sahəsi isə oturacağın perimetri 3a vurulsun apofem böl 2 vur kosinus betadır. F'in də əvəzinə a yazanda buradan nə alırıq biz? A kvadratlar ixtisar gedir. 2 kök 3 2 kök 3 bərabərdir 12 kosinus beta. Deməli kosinus beta kök 3 böl 6 alınır. Ya da siz düzbucaqlı üçbucağı görə bilirsinizsə əgər burada kiçik yer a kök 3 böl 6'dır. Kosinus beta r böl f'tir. Bitişik katetin hipotenuza nisbəti. O da a kök 3 böl 6'nın ya nisbəti kök 3 böl 6. Cavab olur B variantı. Keçək. Həmin illərdə şagirdlər isbat sualları yox idi. Mən amma sizə əlavə isbatlar da yazmışdım. Bu iki dənə də isbatı burada verəcəm. İndi situasiyaya baxaq. Xarici ölkələrin təhsil sistemini araşdırmaq məqsədi ilə 30-35 yaş arasında riyaziyyatçı və filoloqlar seçilməli idi. 6 riyaziyyatçı, 4 filoloq var. Buradan 4 riyaziyyatçı, 2 filoloq seçməliyəmsə, 6-sından 4'ün riyaziyyatçılar, 4 filoloqdan da ikisini filoloqlardan seçməliyəm. Bu bizə verir 15 vur 6, 90. Bunun cavabı 90 olur. 29-cu sualda universitetin yaş təbini ödəyən riyaziyyatçıların orta yaşı 32,5'dir. Riyaziyyatçı 6 nəfərdir. 6 nəfərin ədədi ortası, deməli cəmin 6-ya nisbəti 32,5 olduğu üçün buradan cəmi tapırıq ki 180, 195. 2 filoloqun, daha doğrusu 4 filoloqun orta yaşı isə cəmin 4'ə nisbəti 32, deməli filoloqların yaşlar cəmi 128'dir. 195 burada, 128 burada. Cəmisi bunların yaş tələbləri 323 eləyir, cəmi yaşları. 10 nəfər olduqları üçün ona bölürəm, orta yaş 32,3 alınır. 30-cu sualda şagirdlər deyir ki, Nadir və Asif oradakı 6 riyaziyyatçıdan ikisidir. Bax, 6 riyaziyyatçı var, ikisidir. Heyətin üzvləri təsadüfi seçildikdə həm Nadir, həm Asifin həmin heyətdə olması. Baxın, mümkün hal sayı burada kombinezon 6'dan 4'dür. Mən riyaziyyatçılardan danışıram. Onsuz da filoloqlar məsələyə təsir eləmir. İndi əlverişli hal odur ki, həm Nadir, həm də Asif seçilsin. Bax, 4 nəfər seçəsiyik. Burada mütləq Nadir və Asif olur. Əlavə də 2 nəfər seçilməlidir. Yəni, bu ikisini seçdik biz. Əlverişli hallar sayı. Yerdə qalan bu 2 nəfəri buradakı 4 nəfərdən seçəcəm. O da kombinezon 4'dən 2. Bu 15 eləyir, bu 6 eləyir. Ehtimal olacaq 15'də 6 və ya 5'də 2. 3'ə ixtisar apardım. Onu da 2'yə vursam 0, onda 4. Gələk isbat məsələlərinə. İsbatda deyir ki, üçbucağın bir tərəfinə çəkilmiş medianın, buradan bir median çəkib, tutaq ki, A tərəfinə median çəkib, MA ilə işarə edirəm BC. MA-nın 2 misli B üstəgəl C ilə B çıx C'nin modulu arasındadır. Bu sualın həlli üçün biz orta nöqtəni görəndə sizlə dəfələrlə demişik, orta nöqtə varsa siz orta xətti ağlınıza gətirin. Ya median çəkəsiniz, ya orta xətt. İndi burada bu BB olduğu üçün bura B böl 2 olur. Orta xəttdə olduğu üçün C böl 2, bu da C böl 2. Alınan üçbucaqda üçbucaq bərabərsizliyini yazsaq əgər, B üstəgəl C böl 2, B çıx C böl 2 modulda. 2'yə də vuranda bu bərabərsizlik isbat olunur. İkinci isbatda düzbucaqlı üçbucağın hipotenuzun C veribdir. Katetlər AB'dir. Bu A'ya çəkilmiş katet MA'dır. B'yə çəkilmiş katet MB. Mən indi bura yazıram A böl 2. Baxın, əvvəlcə bu üçbucağa bax. Burada A kvadrat böl 4 üstəgəl B kvadrat. MA kvadrata bərabər.
Daha sonra indi şəkil qarışmasın deyə bu birisini də çəkirəm. Buradan medianı çəkirəm MB, bura B böl 2, bura C. Bu üçbucaqda Pifaqor teoremini yazsam A kvadrat üstəgəl B kvadrat böl 4 MB kvadrat. Biz bunları tərəf-tərəfə toplasaq nə alacağıq? B 4-də 5 A kvadrat üstəgəl 4-də 5 B kvadrat bərabərdir MA kvadrat üstəgəl MB kvadrat. Buradan 4-də 5-i ortaq çıxartsam A kvadrat üstəgəl B kvadrat MA kvadrat üstəgəl MB kvadrat. A kvadrat üstəgəl B kvadrat C kvadratdır deyə C kvadrat bərabərdir 5-də 4 vur MA kvadrat üstəgəl MB kvadrat almış olur. Bizdən də həmin bərabərliyin isbatını istəyir. Yəni şagirdlər minimal həndəsi biliklər, Pifaqor teoremi və tənliklər sistemi həll eləmək bu sualı isbat edir. Hər birinizə uğurlar arzulayıram. Allah hamınıza zehin açıqlığı versin. Sağ olun.